DSP firmasının çox fərqli bir düzləşdiricisini təqdim edirəm sizlərə. Deməli, bunun digər ütü fenlərindən özəlliyi nədir? Bunun ağız qismində, deməli, bu tüstü deyil. Bu par verərək saçları qoymur qurusun. Yəni, par verə-verə, baxın, buradan bu şəkildə göstərim. Bax, görürsünüz parı. Bax, buradan su verir saçları düzləşdirərkən də. Bu şəkildə basılanda da saçları nəm şəkildə, yəni qurutmadan düzləşdirir. Nəticə, gördüyünüz kimi ideal. Parlayıb saçlar dümdüz olubdur. Bir dənə də yoxlayaq. Buradan dərəcəsini seçib artırıb azalda bilirsiniz. Bu iç tərəfindədir. Buradan da su qabı var. Belə pipeti var içərisində. Bu pipeti ilə su doldurursunuz. 2 dənə də belə makadamiya yağı var. Düzləşdirəndən sonra saçlarınıza çəkə bilərsiniz. Bir dənə də yoxlayaq saçda. Baxın. Bir dəfə tutduq. Belə deyək də par verərək saçlar görürsünüz. Bu hamısı su buxarıdır. Buradan da görmək mümkündür. Düz eləyir saçları ilk dəfədən. Hələ daraq olsa lap qəşəng. Bir dəfə də üstdən keçək. Nəticə əla.